Salam mənim dəyərli izləyicilərim, xoş gördük hər birinizi. Şah hazırlıq mövsümünün ən qızğın vaxtında sizinlə süfrələrinizin tacı olacaq möhtəşəm bir resep paylaşmaq istəyirəm. Közlənmiş tərəvəz ikrası. Bu ikranın ətri və dadı elə ilk qaşıqdan sizi valeh edəcək. İşimizə ilk olaraq tərəvəzləri hazırlamaqla başlayırıq. Təmiz yuduğumuz badımcanları, al qırmızı şirin biberləri, acı sevənlər üçün isə 1-2 ədəd acı biber və sulu pomidorları soba listinə səliqə ilə düzürük. Tərəvəzlərin sobada yaxşıca közlənib yumşalması və o həsrətində olduğumuz xüsusi köz ətrini alması üçün yüksək dərəcədə sobaya göndəririk. Siz bu prosesi manqalda da edə bilərsiniz. Tərəvəzlərimiz sobada közlənərkən biz də o vaxt itirmədən ikramımızın əsas ləzzətinə soğana keçirik. İkraya xüsusi şirinlik və qatılıq verən bol soğanlarımızı soyub iri hissələrə bölüb blenderdən keçiririk. İstərsəniz bıçaqla da xırda-xırda doğraya bilərsiniz. Doğradığımız soğanları geniş bir tavaya əlavə edib üzərinə duru yağ gəzdiririk. Soğanlar orta xodda arabir qarışdıraraq tam qızılı rəng alana qədər və yumşalana qədər gözəl qovururuq. Unutmayın ki, soğanın yaxşı qovrulması ikranın uzun ömürlü olmasının və dadının mükəmməlliyinin əsas şərtidir. Bəli, artıq sobada közlənən tərəvəzlərimiz də hazırdır. Bunları sobadan çıxaran kimi dərin bir qaba qapağını 10 dəqiqə öz buğunda saxlayırıq ki, bu üsulla qabıqları çox rahatlıqla soyulacaq. Soyuduqdan sonra badımcan, biber və pomidorların qabıqlarını incəliklə təmizləyirik. Saplaq hissələrini kəsib götürürük. Daha sonra təmizlənmiş bütün bu köz qoxulu tərəvəzləri ət çəkən maşının xırda gözündən keçiririk. Görürsünüz necə gözəl rəngarəng və pürüzsüz bir kütlə alınır. Bu mərhələdə artıq mətbəxi bürüyən o köz ətri insanı valeh edir. İndi isə bütün bu tərəvəzləri bir araya gətirmək vaxtıdır. Ət çəkəndən keçirdiyimiz tərəvəz kütləsini qızılı rəngdə qovrulmuş soğanların üzərinə əlavə edirik. Taxta qaşıqla yaxşıca qarışdırıb bütün ərzaqların bir-birinə qovuşmasını təmin edirik. Zövqə görə duzunu, istiotunu əlavə edirik. Tavaya əlavə etdikdən sonra dayanmadan qarışdırırıq. Mütləq şəkildə taxta qaşıqdan istifadə edin və əlinizi saxlamadan qarışdırın. İkranın bişməsini necə bilmək olar? Əgər tərəvəzlərin suyu tamamilə çəkilib, yağ isə buraxıbsa özün deməli hazırdır. Mən ekstra olaraq yağı çox az əlavə etmişəm. Tam dəqiq ölçüləri altda yazacağam. Bəli, ikramımız artıq hazırdır. Onu ocaqdan götürən kimi elə qaynar-qaynar əvvəlcədən yuyub steriliz etdiyimiz şüşə bankalara doldururuq. Qapaqlarını möhkəm bağlayıb tərs çeviririk. Üzərinə qalın bir dəsmal örtüb tam soyuyana qədər saxlayırıq. Qışın soyuq günlərində bu bankanı açanda evinizi bürüyəcək o yay ətri sizə bütün zəhmətinizi unutturacaq. Resepti bəyəndinizsə videonu bəyənməyi, kanala abunə olmağı və öz fikir və suallarınızı rəylər bölməsində yazmağı unutmayın. Əgər məni hər gün izləmək istəyirsinizsə, o zaman Instagram səhifəmdən izləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə nuş olsun. Növbəti video reseptlərdə görüşənədək hələlik.